Qardaşı onu geyimə görə bıçaqla qətlə yetirdi. Atası günahı boynuna götürüb güllələndi. Dəfini üsyana çevrilən Səriyyədən sizə danışacağam. Səriyyə Xəlilovanın 3 qardaşı olub. Soltan Əhməd, Ağa Mehdi və Ələkbər. Onların atası oxumuş adam olduğundan el məclislərində mollalıq edir. O, hökumət məmurlarının bütün təzyiqlərinə baxmayaraq ilahiyyatdan, mollalıqdan əl çəkmir. Oğlanları isə öz məhəllələrində sayılan hörmətli, cayılı insanların hesab olunurdu. Günlərin birində Səriyyə məktəbdə komsomol təbliğatına qoşularaq nümayişkarcasına çadırasını başından atır. Sonradan idman paltarı, şalvar, köynək geyinməyə başlayır. Bacılarının naməhrəmlər qarşısında üzü açıq görünməsi qardaşlarının başını məhəllə içərisində çox aşağı edir. Artıq cəmaət onları bir-bir barmaqla göstərir, toyda, yazda qeybətlərini etməyə başlamışdılar. Bu vəziyyətə dözə bilməyən qardaşı Ələkbər bədxah adamların fitnə filinə uyaraq əlini bacı qanına bulayır. O, 1933-cü ildə 36 yaşlı bacısını bıçaqlayaraq öldürür. Bəzi mənbələrə görə Səriyyənin ölümündə atasının da əli olur. Atası isə öz sevimli oğlunu həyatını xilas etmək üçün qətli öz boynuna götürməkdən başqa çarə tapmır. O, axıl yaşlarını dəhşətli qatil kimi cəmiyyətə təqdim edilib, zindana salınır. Səriyyə Xəlilovanın qətlə yetirilməsi bütün Bakıda böyük əks-səda doğurur. Həmin günlərdə Bakının bütün iri sənaye müəssisələrində əksəriyyəti qadınlardan ibarət olan əmək kollektivləri Respublikanın rəhbər orqanlarına, hətta Moskvaya müraciət yazır. Qatilin ölüm cəzasına məhkum olunmasını tələb edirlər. Xəlilovan dəfn mərasimi qadınların köhnə, patriarxal, mövhumatçı məişətinin dayanıqlarına qarşı ciddi etirazlar nümayişinə çevrilir. Minlərlə qadın dəfn mərasiminə qatılır. Fabrik, zavod, kolxoz və savxozlarda işçi və kəndli qadınları Səriyyənin öldürülməsi ilə bağlı dərin hiddətini bildirərək öz hüquqlarını uğrunda daha inadla mübarizə aparacaqlarına and içirlər. Belə ki, qısa bir məhkəmə təşkil edilir, Səriyyənin atası ölüm cəzasına məhkum edilir və onu heç bir tərəddüdə yol vermədən Bayıl Qazamatının həyətində güllələyirlər. Səriyyənin öz qardaşı Ələkbər tərəfindən öldürüldüyü bütün şəhərə, həm də güc strukturlarına məlum idi. Bu hadisə Bakıda böyük əks-səda doğurur. Atasına ölüm cəzası kəsilən məhkəmədə onunla yanaşı Səriyyə Xəlilovanın xatirəsinin cəmi bir il sonra İsmət, digər adı Adətin Məhvi bədii filmi çəkilişləri ilə əbədiləşdirilir. Filmdə təkcə Səriyyənin xatirəsinə yox, həm də Azərbaycanın ilk qadın təyyarəçisi olan Leyla Məmmədbayevaya həsr edilir. Hal-hazırda Nizami metrosunun yaxınlığında şəninə gözəl heykəl uzalan Azad qadın heykəli çoxlarının güman etdiyi kimi təxəyyül məhsulu deyil. Onun həyati prototipi əslən Şamaxılı olan Səriyyə Xəlilovadır.